Elə ki, Ramazanın hilalın gördüğü Hazreti Peygamber. Hilal ayın nazik halına deyərlər. İki hilalın arası bir aydır. Elə ki, Ramazanın hilalın gördüğü, üzün tuttu cemahata buyurdu ki, ay cemaat, siz bilmirsiniz ki, siz neye karşılayırsınız? Ve bilmirsiniz ki, ne sizi karşılayır? Hazretin məqsədi oruculuk idi. Hazret buyurdu, Allah bu ayda, Ramazan ayında bütün ehli qiblənin hamısının günahlarını bağışlayır. Məsciddə çox adam əyləşmişdi. Həzrət istədi qalxsın minbərdə əyləşsin, xütbə oxusun cəmaata. Birinci pilləni ki qalxmışdı, dayandı. Əllərin qaldırdı, buyurdu ki, ilahi, amin, öz özünə. İkinci pilləni qalxanda yenə dayandı. Yenə əllərin qaldırdı, dedi, ilahi, amin, öz özünə. Ondan əyləşdi minbərdə. Səhabələr baxdılar Peyğəmbərə, bir nəfər buyurdu ki, ya Resulallah, sən iki dəfə öz özünə amin dedin, sən nəyə amin dedin? Həzrət buyurdu, mən amini öz özümə demədim. Mən ki dedim Allah bu ayda, Ramazan ayında bütün əhli qiblənin hamısının günahlarını bağışlayır, Cəbrəil nazil oldu. Mənim bu sözümə istisna dedi. O istisnalara mən amin dedim. İstisnanın birincisi bu idi ki, Cəbrəil buyurdu, Ramazan ayının orucunu yiyənlərdən başqa. Mən də dedim, ilahi amin. Yəni o adam ki, xəstədir, şikəstdir, müsafirdir, oruç tuta bilər, əqli başındadır, oruç tuta bilər, oruç tutmur, orucu yiyir, o adamların duaları qəbul olunmaz, onların Allah günahlarını bağışlamaz. Mən dedim amin. İkinci amin ki mən buyurdum, Cəbrəil buyurdu, ağ valideyn olanlardan başqa. Bir adam ki atasına, anasına ağ valideyn olur. Ata, ana ondan narazıdır, o adamların duaları qəbul olunmaz. O adamların günahları bağışlanmaz. O Ramazanın hilalını görəndə Həzrəti Peyğəmbər cəmaata buyururdu, gedin valideynlərinizi ziyarət edin. Valid atıya deyərlər, validə anıya deyərlər, vələd uşağa deyərlər, valideyn ata ilə ananın ikisinə deyərlər. Həzrət buyurdu, gedin valideynlərinizi ziyarət edin. Onlardan bağışlanmaq istəyin. Ola birər bir söz demisən, qəlbinə toxunur. Ya yüksək tonla danışmırsan,